Bakıda taksi sürücüləri 10 gündən çoxdur icazə vərəqəsi ala bilmirlər. Onların icazə almamasının səbəbi taksi biznesi Leyla, prezidentin qızı, ağıllı, zəkalı qızı Leyla Əliyevanın əlindədir. Artıq bu biznesi monopoliya alıb Leyla Əliyeva. Mən burada izləyicilərin yadındadırsa, aylar öncə bildirmişdim ki, yalnız qırmızı taksilər aeroportda olacaq. Havalimanına onlar gedib gələcək, onlar işləyəcək taksi kimi. Digər taksilər aeroportdan çıxarılacaq. Və elə də oldu, aeroportda digər taksi sürücülərinin Bolt'du, nə bilim Uber, qadağan ilə edildi ora girişi, 10-15 manada metro ayağına gətirirdilər. Amma indi 30-35 manada Mehribanın qızı Leylanın qırmızı taksiləri daşıyır. Dedim mi? Mən deyəndən bir ay sonra mən deyən oldu mu? Oldu. İndi də noyabrın birinədək taksi sürücüləri buraxılış vərəqəsi ala biləcəklər. Sürücülərə limit ona görə tətbiq olunub ki, qeydiyyatda çoxlu maşın olmasın. Yəni vətəndaşlar öz maşınları üçün icazə vərəqi ala bilməsinlər. Buna görə yetərincə yer var sistemdə işləyir. Sadəcə süni maneələr yaradıblar. Çox sürücü qeydiyyatdan keçə bilməsin. Ayın 1-nədək, ayın 1 olan kimi heç kim qeydiyyata daha almayacaqlar. Və noyabr ayının ortasında Leyla ikinci partiya 3000 yeni qırmızı taksilər gətiriləcək. Həmin taksiləri qeydiyyata keçirib özlərinə aid olan Bakı taksi, yəni taksi şirkətinin istifadəsinə verəcəklər.